şəhidimizin adına ayrılan torpaq sahəsini Yevraq rayonu Əmlak Komitəsinin işçisi Nurlan adlı işçisi torpaq sahəsindən, şəhidimizə ayrılan torpaq sahəsindən 1 hektarını kiməsə ayırıb veribdir. Kanal 21-ə müraciət edən 44 günlük Vətən müharibəsinin şəhidi Ağayev Yıldırımın atası Ağayev Qafqaz ölkə başçısına və Daxili İşlər Naziri cənab Filayət Eyvazova müraciət edərək ciddi narazılığını bildirib. Onun sözlərinə görə şəhidin adına ayrılan torpaq sahəsinin 1 hektarı Yevlax rayonu Əmlak Komitəsinin Nurlan adlı işçisi tərəfindən başqa bir şəxsə verilib. Şəhid atası iddia edir ki, məsələ ilə bağlı həmin əməkdaşdan izahat almağa çalışanda sərt cavabla qarşılaşıb. Onun bildirdiyinə görə söhbət zamanı onu idarədən çıxarmağa da cəhd göstərilib. Ağayev Qafqaz məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını və şəhid ailəsinin hüquqlarının bərpa olunmasını xahiş edir. Ətraflı şəhid atasının öz dilindən dinləyək. Mən Ağayev Qafqaz 44 günlük Vətən müharibəsinin şəhidi, xüsusi təyinatlı qüvvələrin şəhidi Ağayev Yıldırımın atası. Mənim müraciətim Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Daxili İşlər Naziri Filayət Eyvazovadır. Müraciətim bundan ötəridir ki, şəhidimizin adına ayrılan torpaq sahəsini Yevraq rayonu Əmlak Komitəsinin işçisi Nurlan adlı işçisi torpaq sahəsindən, şəhidimizə ayrılan torpaq sahəsindən 1 hektarını kiməsə ayırıb veribdir. Bununla bağlı məlumat biləndə yaxınlaşmışam Yevraq rayonu torpaq komitəsinə, Nurlan adlı şəxsi görüşmüşəm, ona müraciət eləmişəm, soruşmuşam, mənə çox kobud cavab qaytarıbdır və hörmətsizlik eləyir. Hətta o yerə gəldi, çıxdı ki, devlətin inzibati binasından məni çıxartmağa çalışdı. Mən də təbii ki, çıxmadım. Ona görə çıxmadım ki, o bina devlətimiz tərəfindən Yevlax əhalisinin sakinləri üçün tikilibdir. Xahiş edirəm, müraciətim budur, xahiş edirəm, həmən Nurlan adlı şəxsi ciddi bir tədbir görəsiniz. Şəhid ailəsi ilə o formada, o münasibətdə danışmaq olmaz. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.